Real Aikido özünü müdafiə sənəti üzrə Respublika daxili 12-ci kəmər imtahanı keçirilib. Tədbirdə Azərbaycan Real Aikido İdman Klubunun 15 filialından 300-dən çox idmançı iştirak edib. 100 nəfər idmançı 5-ci KÜ sarı və 4-cü KÜ narıncı kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aikido İdman Klubunun təsisçisi və prezidenti, beynəlxalq dərəcəli 5-ci danqara kəmər ustası Fariz Abdullayev şəxsən qəbul edib. 1, 2, 5. Hal-hazırda Real Aikido özünü müdafiə sənəti üzrə Respublika daxili 12-ci kəmər imtahan tədbiri həyata keçirilir. Bu tədbirdən uğurla keçənlər may ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq seminar və kəmər imtahanında iştirak edəcəklər. Hal-hazırda 5-ci KÜ sarı kəmərə və 4-cü KÜ narıncı kəmərə imtahan dərəcəsi götürüləcəkdir bizdə və hal-hazırda 15 klubdan 300-dən çox idmançımız bu tədbirdə iştirak etməkdədir və sevindirici hal odur ki, Real Aikido özünü müdafiə sənəti qeyri-olimpiya idman növü olsa da, yarışı olmasa da bura günbəgün maraq artır və burada xüsusi diqqət çəkən məqam da odur ki, xanımlar daha çox iştirak edirlər digər idman növlərindən. Bu da yəqin ki, özünü müdafiə formatı ilə bağlıdır. 6, 7, 8, 9.